Bilirəm bala. Necə də qəşəng qoşsan. Qulaq asırdın mı Sara xala? Necə ki qulaq asırdın qızım? Bir də ona qulaq asmaq lazım deyil. Elə özü mirvari kimi qulağa süzülür, baş işinə dönür. Məni çağırırdılar, eşidirdinizmi? Ancaq... Biz də qulaq asırdıq Sevda xanım. Qüdrət, sən də buradasan? Tərlan da bizə qonaq gəlib, qızım. Sarı xala doğru deyir. Elə gözəl yazıbsınız ki, mirvari kimi qulağa süzülür. Eləmi? Qumru da belədir. Qəribədir. Sizin rəyiniz birdir. Ancaq nədənsə üzə gələndə cırmaqlaşırsınız. Pişik balasını istədiyindən yerdə. Sevda. Heyif ki gecikdin Qaya. Yox, bütün yol üzünü sənin mahnına qulaq asmışam. Mənim səndən bir xahişim var. De. Mən istəyirəm ki, sən məni Korlar Məktəbinin müdiri ilə tanış edəsən, bəlkə o mənə kömək etdi. Yaxşı Sevda. Ürəyin sıxıldı? Yox. Elə belə. Mənə biçarə kimi baxma. Qoy məni kör eləyən o qəhrəman bir qıza əl qaldırdığı üçün fəxr eləsin. Mən də min bir yol tapacağam. Yazıb yaradacağam. Mən bununla fəxr edirəm. Bəli, Sevdanın bu saat. Qumru, mən də səni öpürəm. Nə? Yox, yox. Mən səhnəyə necə çıxa bilərəm? Axı, ne üçün çıxa bilmirsiniz? Bunu sən məndən yox, ondan soruş. Ondan. Mən nağa o sualı verdim. Onun dərdini təzələdim. Bu dərdin heç köhnəldiyi varmı ki? Yaxşı, Tərlanla qurtardınız mı? Bəli. Şərtiniz necə oldu? Yenə də mi işsiz, adressiz gəzəcək? Biz ətraflı danışdıq yoldaş mayor. Əgər icazə versəniz, mən onu özümə şoför götürərəm. Ştatda yer varmı? Bəli. Bəs mənzil harda yaşayacaq? Bugündən mən də bağa köçürəm. Yataqxanada yer düzələnə kimi burada mənim yanımda qalar. Ancaq gec oldu, yorğan döşək götürə bilmədim. Bu gecəliyə... Yəqin ki, siz açsınız, hə? Yox, Veysel əmi, yemişik. Ancaq